Deməli, DC 2026 seçmə mərhələsində bugünün oyunları haqqında bilməli olduğunuz əsas məqamlar bunlardır. Baxırıq idman.biz saytının icmalına, əsasən Avropa zonasındakı kritik oyunlara fokuslanırıq, xüsusilə də qonşularımızın, yəni taleyinə təsir edəcək maçlara. Görək bugün nə olur? Çox şey həll oluna bilər. Birincisi E qrupuna baxaq. Türkiyə üçün demək olar ki, həqiqət anıdır. Çünki İspaniyadan alınan o ağır zərbə var axı. İndi Bolqaristanın səfəri çox vacibdir. Qalsalar da, getsələr də bu oyundan asılı ola bilər. Qələbə mütləq lazımdır onlara. Gürcüstana gəlincə onlar da güclü İspaniya ilə oynayır. Düzdür, Xavaratskhelia bəlkə oynayar, amma yəni bu möcüzəyə zəmanət vermir axı. Hər iki komandanın, Türkiyənin də, Gürcüstanın da 3 xalı var. Ona görə bugünkü oyunlar ikinci yer üçün əslində birbaşa döyüş kimidir. İkincisi, başqa qruplarda da maraqlı oyunlar var, elə deyilmi? Məsələn, F qrupunda Portuqaliya evdə İrlandiya ilə oynayır. Yəqin ki, çox da çətinlik çəkməzlər. Amma Macarıstan üçün bax, Ermənistanla oyun çox önəmlidir. Dünya çempionatı ümidlərini qorumaq istəyirlərsə, qalib gəlməlidirlər. Keçək I qrupuna. Norveç əgər İsraili utsalar, demək olar DC-yə birbaşa vəsiqəni təmin edəcəklər. İtaliya isə bilirsiniz liderdən biraz geridədir. Ona görə Estoniyada səhv yol verməməlidirlər ki, şansları qalsın. Və nəhayət K qrupuna da bir nəzər salaq. Əsas diqqət hardadır? Albaniya-Serbiya oyununda. Bu ikinci yer uğrunda prinsipial bir qarşılaşmadır. Çox maraqlı olacaq. İngiltərə öz yerində zirvədə rahatdılar. Latviyanın da Andorra ilə oyunu var. Onlar da nəzəri şanslarını qorumağa çalışacaqlar. Görək nə olur? Qısası bugünkü oyunlar çox komandanın dünya çempionatı taleyini müəyyən edə bilər. Ya davam, ya tamam.